Vik onu düz elə. Bunu arxaya ver. Ay sor. Da belə. Yaxşı. Müəllim, sizin zalda satdığınız idman qidalarının kişiliyə ziyan yoxdur. Yox, Ürəm, nə ziyan olacaq ki? Özüm də istifadə edirəm, görmürsən. Git məşq elə, narahat ol. Vika, düz elə də bunu. Yaxşı elə. Zor eləm, gəlib sən orada ağzımı da cıraram. Sox yerinə. Sox yerinə dedim mən. Mənim beynimlə oynama, o s**laq Yoga ruha toxunmaqdır. Daxilən rahatlığa qovuşub, bütün negativlərdən arınmaq sənətidir. Müəllim, məşqin ödənişi nə qədərdir? Bax, qıraqdan baxanda, pis deyil. Səviyyəsi 50 manat. Bal. Bu 100 manat. Bu nədə? Səviyyəsi 200 manatdan başlayır. Müəllim, mən arzuladığım bədən quruluşuna necə nail ola bilərəm? Sən bu Firdovsun müəllimin arzuladığı bədən quruluşuna nail ol, çörək taparsın. Davay, başla. Vüqar bəy, necə oldu ki, bu qədər artıq çəki aldınız? O hamısı o çörək atandan sonra oldu da. Məhləm mağazası bizim evdən 3 kilometr uzaqdaydı. Biri məni elə formada saxlayan, elə o boyda yolu gəlib çörək almaq imiş. Sizin də elə alın.